Cənubi Koreyanın Azərbaycandakı səfiri Choi Suk-in 1 iyun uşaqların beynəlxalq müdafiəsi günündə məcburi köçkün uşaqlarının yanında olub. Uşaqların bacarıqları ilə tanış olan səfir onları mükafatlandırıb. 1 iyun uşaqların beynəlxalq müdafiəsi günü münasibəti ilə Yevlaxda məcburi köçkün olan uşaqların təhsil aldıqları orta məktəblərdə şagirdlər arasında uşaqlar sülh istəyir mövzusunda yazı və rəsm müsabiqəsi keçirildi. Cənubi Koreyanın Azərbaycandakı səfirliyi tərəfindən qaçqın və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi ilə Yevlax şəhər icra hakimiyyətinin dəstəyi əsasında baş tutan müsabiqədə 80 şagird iştirak etdi. 3 saat davam edən müsabiqədə məktəblilər sülh və gələcək, Azərbaycan və Koreya mövzularında bacarıqlarını nümayiş etdirdilər. Sonra şagirdlər Cənubi Koreyanın Azərbaycandakı səfiri Choi Suk-in ilə birgə nahar etdilər. Onlar Koreyanın milli xörəkləri olan buldogi və kimçinin dadına baxdılar. Ardınca qaliblərin mükafatlandırılması mərasimi keçirildi. Birinci yerin sahibinə elektron tablet, ikinci və üçüncü yerləri tutanlara isə məktəbli çantaları və dəftərxana ləvazimatları verildi. Səfirlik tərəfindən Kəlbəcər 30 saylı orta məktəbə televizor təqdim olundu. Tədbirdə çıxış edən Choi Suk-in uşaqların beynəlxalq müdafiəsi günü münasibəti ilə təbriklərini çatdırdı. Artıq 1 il 8 aydır ki, mən Azərbaycana gəlmişəm. Məcburi köçkünlər haqqında dəfələrlə eşitmişəm. Səfir olaraq da belə qərara gəldim ki, yaxşı olardı ki, məcburi köçkünlərə baş çəkim və şagirdlərlə bir yerdə vaxt keçirdim. Ümid edirəm ki, bizim bugünkü şagirdlərlə keçirdiyimiz vaxt, eyni zamanda insanlarla keçirdiyimiz vaxt onlar üçün də maraqlı olacaqdır. Bizim fikirlərimiz həmişə məcburi köçkünlərin yanındadır. Tədbirin sonunda iştirakçılar xatirə şəkili çəkdirdilər. Elmir Həsənov, Şahin Qurbanzadə, Eşqin Əhmədov, Yevlax.